Vance Netanyahu ilə sərt danışdı, İranla sülh başlayır. Bazar ertəsi İsrailin baş naziri Benjamin Netanyahu ilə ABŞ-ın vitse-prezidenti James David Vance arasında gərgin telefon danışığından sonra Ağ Ev rəsmiləri İsrail hökumətindəki bəzi şəxslərin Vance'i ləkələməyə çalışmasından şübhələniblər. Axar az xəbər verir ki, bu barədə Axios İsrail və Amerika rəsmilərinə istinadən məlumat yayıb. Telefon danışığı zamanı Vance bildirib ki, Netanyahunun bəzi müharibə proqnozları, xüsusən də rejimi devirmək üçün üsyan perspektivləri çox nikbin olub. Müharibədən əvvəl Bibi prezidenti inandırmışdı ki, bu asan işdir, rejim dəyişikliyi əslində göründüyündən çox asandır, mənbə bildirib. Qeyd olunub ki, Vance karyerası ərzində ən mühüm vəzifəni üzərinə götürməyə hazırlaşır, əvvəldən şübhə ilə yanaşdığı müharibəni bitirmək səylərinə rəhbərlik edəcək. Vance artıq dəfələrlə Netanyahu ilə telefonla danışıb, Körfəz müttəfiqləri ilə müharibəyə dair görüşüb və İranlılarla dolayı əlaqədə olub. Onun sülh danışıqlarında ABŞ-ın baş müzakirəçisi olacağı gözlənilir. Mənbələrə görə Vance İsrailin müharibədən əvvəlki nikbin qiymətləndirməsinə son dərəcə şübhə ilə yanaşırdı və indi də müharibənin daha bir neçə həftə davam edəcəyini gözləyir. Vance'in müşavirləri hesab edirlər ki, İsraildə bəziləri vitse-prezidentin avtoritetini zəiflətməyə çalışırlar, ola bilsin ki, onlar onu kifayət qədər müharibə yönümlü hesab etmirlər. Ağ Ev rəsmilərinə görə Vance'in administrasiyada yüksək nüfuzu və xaricdə uzanan münaqişələrə qarşı olması onu İranlılar üçün əvvəlki iki uğursuz danışıqlara rəhbərlik edən Uitkov və Kushnerdən daha cəlbedici həmsöhbət edir. Qismən bu səbəblərə görə Uitkov da Vance'i əsas müzakirəçi kimi tövsiyə edib. İranlılar Vance'lə razılığa gələ bilməsələr, heç nə əldə etməyəcəklər. O, əldə edə biləcəkləri ən yaxşısıdır. ABŞ AB2 ilə Qüds şəhərinə 14 tonluq bomba atdı. ABŞ hərbi hava qüvvələri İranın mərkəzindəki Qüds şəhərində yeraltı obyektlərə bu 57 bunker bombalarından istifadə edərək zərbə endirib. İran mənbələrinə görə zərbə yeraltı raket saxlama məntəqəsinə dəyib. Axar az xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz məlumat paylaşıb. ABŞ bu bombalardan daha əvvəl keçən ilin 13-24 iyun tarixində baş verən və tarixə 12 günlük müharibə kimi düşən İsrail-İran savaşında istifadə etmişdi. Bu 57 ABM-AB Massive Ordnance Penetrator bombası ABŞ hərbi hava qüvvələri üçün indiyə qədər hazırlanmış ən ağır qeyri-nüvə bunker partladıcılarından biridir və çəkisi 13600 kg 30,000 funt təşkil edir. Dağda yanan bomba kimi tanınan bu idarə olunan sursat xüsusilə dərin yeraltı bunkerləri və möhkəmləndirilmiş hədəfləri məhv etmək üçün hazırlanmışdır və B-2 Spirit təyyarələri ilə daşınır. İranın Qüds şəhərinə gəlincə, Tehranın 20 km uzaqlığında yerləşən bu şəhərdə 2006-cı il siyahıya alınmasına əsasən 230-147 nəfər yaşayır. Bu ilin 11 mart ayında da şəhərə bu 57 bombası atılmışdı. Şəhərə bunker dağıdıcı mərmilərlə zərbə endirilməsi onu göstərir ki, orada hansısa mühüm hərbi strateji obyekt yerləşir, o bildirib.